Quranda İslamın Ümumi Təfəkkür Sistemi kitabı Ayətullah Seyyid Əli Xameneyinin 1974-cü ildə dediyi Quran dərslərinin mətnidir. Bu dərslər müqəddəs Məşhəd şəhərində keçirilirdi. Dərslərin iştirakçıları əsasən gənclərdən və tələbələrdən ibarət idi və bu müzakirələr vasitəsilə əqidəvi və Qurani mövzular üzərində tağut rejiminə qarşı mübarizə ruhu formalaşdırılırdı. Ayətullah Xameneyi bu silsilə çıxışlarında Qur'anın ayələrinə və imamların həyat yoluna əsaslanaraq İslam hökumətinin qurulması üçün ideoloji əsasları formalaşdırmağa çalışırdı. İnqilabın qələbəsindən sonraki illərdə o həzrət həmin söhbətləri məhz bu şəkildə qiymətləndirirdi. Euzu billah, bismillah, elhamdülillah və sallallahu ala Muhammedin və alih. Selamun aleyküm və rəhmətullah, əziz izləyicilər, sizləri xoş gördük. Ramazan ayınız mübarək olsun. Bugün bəhsimi belə başlamaq istəyirəm. Niyə bəzi vaxtlar biz hər hansı bir işi görmək istədikdə süsləşirik, tənbəlləşirik, hansısa bir işə başlamaq istəyirik, başlaya bilmirik və ya başlayırıqsa yerdə qalır, davam edə bilmirik, yarımçıq qalır. Bütün bunların səbəbi nədir? Bunun əsl səbəbi imanın olmamazlığıdır. Yəni, əgər iman olsa, biz bütün bu dərdlərdən, problemlərdən qurtularıq. İman nədir? İman, inam deməkdir. Bağlı olmaq deməkdir. İman, hər hansı bir hədəfə inanmaq, onu təsdiq etmək, ona bağlanmaq, ona paybənd olmaq, ona sadiq qalmaq və onu tərk etməmək deməkdir. Və o hədəfə doğru aparan yola da inam etmək deməkdir. Və o hədəfə doğru aparan yolda hansı əməlləri etmək lazımdırsa, onlara da inam deməkdir. Yəni, iman həm hədəfə lazımdır, həm hədəfə aparan yola lazımdır və həm o yolda görüləcək bütün hərəkətlər, addımlar, işlər, onların hamısına da inam lazımdır. Əgər belə bir inam olsa, olur iman. İman nə qədər mühümdür? İlahi rəhbər bu bəhsin əvvəlində çox gözəl bir cümlə bəyan edir. Buyurur ki, İman insanın özü qədər əhəmiyyətlidir. Yəni, insanın özünün nə qədər əhəmiyyəti var? İnsanın özünün nə qədər dəyəri var? Onun imanının da bir o qədər əhəmiyyəti və dəyəri var. İnsanın varlığının fəlsəfəsi nədir? Yəni, Allah insanı niyə yaradıb? İnsanı yaradıb ki, kamala doğru hərəkət eləsin. Bu hərəkət və zəhmət olmasa, insan kamala çata bilməz, xoşbəxtliyə çata bilməz, rüşd edə bilməz, tərəqqi edə bilməz. İman da olmasa hərəkət yoxdur. Deməli, hərəkətin başlanğıc nöqtəsi imandır. Əgər insanın yaradılış fəlsəfəsi hərəkətdirsə, hərəkətin də başlanğıc nöqtəsi imandırsa, deməli, insanın yaradılışı birbaşa imana bağlıdır. Yəni, əgər iman olmasa, insan öz yaradıldığı hədəfdə hərəkət edə bilməyəcək və insan ola bilməyəcək. Ona görə də imanın insan qədər dəyəri var. Bir misal vurum, nəzərinizə gətirin. Məsələn, paltar yuyan və ya soyuducu. İman oxşuyur həmin soyuducunun mühərrikinə. Əgər onun o mühərriki olmasa, o soyuducu daha soyuduculuq faydasını verməyəcək. Zahirdə şəkli var, amma o faydası yoxdur, mənası yoxdur. Niyə? Çünki soyutmur daha. İnsanda da əgər iman olmasa, da hərəkət olmayacaq insanlıq istiqamətində, xoşbəxtlik istiqamətində, kamala doğru bir hərəkət olmayacaq və hərəkət olmasa, insan da insan olmayacaq. Ona görə də iman çox önəmlidir, inam çox əhəmiyyətlidir. Və ilahi rəhbər belə buyurur. İnsanın səy və hərəkəti onun varlığının fəlsəfəsidir. Və bu hərəkətin başlanğıc nöqtəsi var. O da imandır. İman olmasa, xoşbəxtliyə tərəf hərəkət yoxdur. Hərəkət yoxdursa, insanın varlığının mənası yoxdur. Yəni, soyuducunun mühərriki yoxdursa, daha soyuducunun soyuduculuq faydası yoxdur. Ona görə də imanın insan qədər dəyəri var. İmansız hər bir hərəkət davamsızdır və axırı yoxdur, aqibəti yoxdur, nəticəsi yoxdur. İmansız hər bir yolçu ruhdan düşmüş, sevinçsiz və sonda süst, durğun və hərəkətsiz olar. İman olmasa nə baş verir? Görmüsünüz, bəziləri süsdür, marağı yoxdur. Çağırırsan ki, gəl Allah yolunda bir iş görək, İslam yolunda bir iş görək, dinin bərqərar olmağı üçün, İslamın, insani dəyərlərin yer üzündə bərqərar olmağı üçün addım ataq. Ya hədəfə imanı yoxdur, ya o yola imanı yoxdur, ya o işə imanı yoxdur.
Belə insanları görmüsünüz? Necə olur belə insanlar? Quran bunu misal vurur bizə. Görün iman olmayanda nə baş verir? Buyurur: "La yestəzinukellezine yu'minun billahi vel yevmil ahir en yucahidu bi envalihim ve enfusihim." Allaha iman və axirətə iman gətirənlər, yəni imanlı olanlar cihad etməkdən izin istəməzlər. Yəni iş görəndə süsləşməzlər, işdən qaçmazlar. İzin istəməzlər ki, ya Rasulallah, mənə izin ver, mən özümü çəkim qırağa. Bəhanələr, müxtəlif bəhanələr gətirib işin altından çıxmazlar. Vallahu alimun bil muttaqin. Allah müttəqini, təqvalını, Allahın sözünə baxanı daha yaxşı bilir. Yəni zahirdə özlərini Allahın sözünə baxan göstərirlər. Bu gördüyü işə bəhanə gətirirlər. Müxtəlif donlar geyindirirlər. Amma Allah daha yaxşı bilir ki, kim ona iman gətirib və kim ona iman gətirməyib. وَلَا يَأْتُونَ الصَّلَاةَ إِلَّا وَهُمْ كُسَالَى. Onlar namaza gəlməzlər məgər tənbəl halında, süst halında. وَلَا يُنْفِقُونَ إِلَّا وَهُمْ كَارِهُونَ. Ancaq və ancaq ikrah üzündən, məcburiyyət üzündən hər hansı bir xərci eləyərlər. Bunu göstərir ki, onlar nəinki hədəfə və yola imanları yoxdur, hətta işə də imanları yoxdur. İşə iman olmayanda insan o işdə süst olur və o işə qarşı ikrahlı olur. Yəni işdən açığı gəlir, zorla eləyir o işi. Yəni insanın əgər imanı olmasa, hədəfə, yola, əmələ imanı olmasa, gördüyü işlər, atdığı addımlar, hərəkətlərin hamısı nə olacaq? Ya süst olacaq, ya ikrahla adığı gəldiyi halda olacaq, ya zorla olacaq, məcbur, hansısa bir iş görəcək. Naümid olacaq, gördüyü işi görür, amma naümidcəsinə görür. Heç bir ümid görmür o işdə. Faydasız və nəticəsiz iş olacaq. Görün imanın nə qədər əhəmiyyəti var və iman olmayanda insanın işləri necə bərbad vəziyyətə düşür. İmanı olmayan şövq və eşq üzündən iş görmür. Və bu Quran-ı Kərimdə kafirlərin xüsusiyyətidir. وَلَا يُنْفِقُونَ إِلَّا وَهُمْ كَارِهُونَ. Onlar infaq eləyirlər, Allah yolunda hər hansı bir xərci eləyirlər, amma acığı gələ-gələ. Yəni zövqlə o işi görmür, xoşluqla, ləzzətlə o işi görmür. O işdən ləzzət almır, eşqlə o işi görmür. Amma mömin həmin halda, yəni işi gördüyü halda, zəhmət çəkdiyi halda ləzzət alır. Quran-ı Kərimdə belə buyurur da: "İnne ma'al usri yusra." Çətinliyin özündə asanlıq var. Bu necə baş verə bilir? İnsan çətinlik çəkdiyi halda asanlığını da çəkir. Yəni eyni halda çətinlik çəkdiyi halda həmin halda da həmin iş insan üçün asan olur. Bu necə ola bilir? Bu həmin imanla ola bilir. İnsan əgər işi imanla görsə, həmin iman insana zövq verir. Gördüyü işdən insan ləzzət alır. Həmin ləzzət həmin çətin işi insan üçün asanlaşdırır. İş bəli çətin işdir, amma çətin olduğu halda da asandır. Gör nə gözəl məntiqdir. Yəni mömin insan üçün həyatda yaşamaq bütün bu çətinlikləri ilə belə asandır. Niyə? Çünki mömin bu həyatdan zövq alır. Mömin bu həyatda hədəfi var. Müminin bu həyatda hədəfə gedən yolu var. Və o yolda atdığı addımlara imanı var. Gördüyü işlərin hamısından ləzzət alır. Düzdür, əməldən sonra da mükafat var. Onun da bir ayrı ləzzəti var. Amma o nisiyədir. O ki, bəzilər deyirlər, qiyamətdə Allah Taala mükafat verəcək, cənnətdə mükafatlar, meyvələr və s. və ilaxır nemətlər olacaq. O sonrakı məsələdir. Amma indi hal-hazırda görəsən mömin çəkdiyi zəhmətin indi mükafatını alırmı? Bəli. İman ona o zövqü, o ləzzəti verir. Ona görə də mömin nağda işləyir, nisiyyə işləmir. Mömin həmin işi, həmin zəhməti çəkdiyi halda onun ləzzətini alır, onun mükafatını dadır. Elə həmin halda. Bir dənə də ayəni sizə işarə edeyim. Quran-ı Kərimdə Allah Taala buyurur ki: "İnnemâ ya'muru mesacidallah men amene billah vel yevmil ahir ve aqame's-salah ve atez-zekah ve lem yakhsha illallah. Fa'asa ulaika yekunu minel muhtedin." Allahın məscidini kim abad eləyir? Allahın səngərini, Allahın cəbhəsini, Allahın dinini kim qoruyur, kim bərpa eləyir? Allahın dini yolunda, İslam yolunda kim addım atır, kim hərəkət eləyir? Kim abad eləyir? İslam dinini kim bərqərar eləyir? Buyurur: "İnnemâ ya'muru mesacidallah men amene." Təkcə o kəs Allahın məscidini abad eləyir. Təkcə o kəs Allah üçün işləyir ki, İslam dininin bərqərar olması üçün işləyir ki, iman gətirib, imanı var. Ayənin axırında buyurur ki: "Əsa ulaika en yekunu minel muhtedin." Ümid var ki, onlar mühtədin və hidayət olmuşlardan olsunlar. Yəni əgər sən iman əhli olsan, sənin hidayət olmağına ümid var. Yəni
imanda ümid var, sənin nicatın, hidayət olmağın, çıxış yolun var. Gör indi iman olmasa necədir? İman olmasa insan özünü düz yolda bilə bilər, haqq yolda bilə bilər, insan nicat tapa bilər, hidayət ola bilər, xoşbəxtliyə çata bilərmi? Təbii ki, yox. Görün, iman necə mühümdür və bizim bir çox müşküllərimizi iman həll eləyir. Elhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alihi tahirin.